Təzyiq baş ağrısı yaradırmı? Bu, pasientlərin ən çox verdiyi suallardan biridir. Klinik praktikada vacib bir nüans var. Arterial təzyiq yüksəlməsi hər zaman baş ağrısının səbəbi olmur. Əksər hallarda əksinə olur. Baş ağrısı, stress reaksiyası, təzyiq yüksəlməsi. Yəni, ölçdüyümüz yüksək təzyiq bəzən ağrının nəticəsi ola bilər. Həqiqi təzyiqə bağlı baş ağrısı adətən çox yüksək arterial təzyiq dəyərlərində, xüsusən hipertenziv kriz zamanı ortaya çıxır. Bu tip ağrılar daha çox sıxıcı, təzyiqvari, diffuz xarakterli olur. Miqren isə fərqli klinikadır. Pulsasiya edici, epizodik, tez-tez işıq və səs həssaslığı ilə birlikdə. Əgər baş ağrınız təkrar edirsə, onu yalnız təzyiqə bağlamaq diaqnostik səhvə səbəb ola bilər. Çünki baş ağrılarında əsas məsələ şiddət yox, ağrının tipi və paternidir. Əgər ağrı yeni başlayıbsa, fərqli xarakterlidirsə və ya qəfil ortaya çıxırsa, nevroloji qiymətləndirmə vacibdir.